1 milyon kütlə az bir kütlə deyil öz səhvəmə Təbii görə. ki. Onların əgər 80% məni sevirsə, 20%-də nəsə baxırlar, bəyənməyə bilirlər. İstər geyim cəhətdən, istər etdiyimiz reklam deyək, istər nəsə bir danışıq tərzimi deyim, nəsə bir əmma tapacaqlar. Yəni dörd-dörtlük insan olsam belə, hər kəs bir səhv tapıb mütləq şəkildə bunu altına qeyd eləyəcəklər, yazacaqlar. Yəni bu qaçılmazdır. Bəs bu sizi demotivə edir yoxsa necə? Əvvəllər çox eləyirdi. Çox hətta depressiyaya düşürdüm. Özümü çox narahat hiss eləyirdim. Elə olurdu ki, Instagrama belə baxa bilmirdim. Gücsüzləşirdim. İşimdən uzaqlaşırdım, soyudurdum. Sonra gördüm ki, bu mənəm. Kim məni belə qəbul edirsə eləyəcək. Eləməyəcəksə o öz problemidir. Məni sevən zaten bəlli bir kütləm var. Geridə qalan o 10%, 20% sevəcək, izləyəcək, sevməyəcək, blok olub gedəcək. Yəni də.